71 yıl yasak kalan bayrak bugün Azerbaycan Meclisi'ne girdi, bir daha çıkmadı. Azərbaycan Dövlət Radiosu 30 avqust 1991 Bakı. Bugün Azərbaycan Ali Soveti səs verdi. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. Berpa etti. Çünkü bu hak bir defa artık bizdeydi. 1918'de. O cumhuriyyəti Sovetlər silah gücü ilə əlimizdən aldı. 70 il boyunca bayrağımız yasaq idi. Dilimiz baskı altındaydı. Tariximiz yenidən yazıldı. Yanvar 20'sini unutmadık. 1990-cı ilin yanvar 20-sində Sovet tankları Bakıya girdi. 137 nəfər həyatını itirdi. Onlar bu günü görə bilmədi. Bu gün onlar üçündür. Heydər Əliyev dedi, mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bugün bütün Azərbaycan həmin sözü söyləyir. Azad torpaqda, öz dövlətinin bayrağı altında. Mavi, kırmızı, yaşıl, bu renkler bir daha heç vaxt yasak olmayacak. Moskva, Центральное радио. 30 августа 1991 года. В Баку приняты декларации о суверенитете. Верховный Совет СССР рассматривает ситуацию. Целостность Союза не подлежит сомнению. Союз нерушимый. 4 aydan sonra Sovetler İttifakı dağıldı.